Açdı, yekə böyük bir budaq düşdü. Çənimizi bax belə oradan qırdı. Özüm düzəltdirdim, çağırdım. İndi də elə bir ağac düşəndə, bəli, hamısı hamamın içində bu dəqiqəki vəziyyətə çöküb içəri. Buranı da neçə dəfə uçurdu. Bir dəfə kuxnamızın üstünə düşüb. Yəni dəfələrlə ziyanlıq verib. İndi amma mən uşaqlarımdan, nəvələrimdən qorxuram. Təhlükəli ağacdır. Əliyeva Tamella, Bərdə şəhər Məmməd Əmin Rəsulzadə küçəsində yaşayıram. 46 ildir ki, bu həyətdə yaşayıram. Məndən də qabaq burada mən qaynanam, qaynatam olub, dünyasını dəyişiblər. Bu ağac da çox qədim bir çinardır, xan çinar. Çınar dəfələrlə hava ilə, bu son dövrlərin hava şəraiti ilə bağlı olaraq küləkdə, güclü yağış yağanda böyük budaqlar düşüb. Bir neçə dəfə evimizə ziyanlıq verib. Bir dəfə evimizin üstün bir neçə il bundan qabaq bir böyük ağac dağıtdı. Fövqəladə Hallar Naziri Kəmaləddin müəllim sağ olsun, biraz kömək elədi, evin üstünü düzəltdik. Sonra dəfələrlə çənimizi deşdi, düzəltdik. Bugün də belə böyük bir ağac düşdü. Qurumlara dəfələrlə müraciət eləmişəm. Mənə heç bir köməklik göstərməyiblər. Təbiəti mühafizədən gəldilər, baxdılar. Dedilər ki, bu sənin öz xüsusi mülkiyyətindir. Yəni biz heç nə eləyə bilmərik. Baxıb gediblər. Bu günləri səhər-səhər böyükdür, belə bir budaq düşdü. Nəvələrim qorxdu. Yaxşı ki, elə uşaqların başına düşmədi. Bax, bu hava da şəraiti pis keçir. Tez-tez külək olur, yağış olur. Bax, bu ağacın biri bizim birimizin başına düşsə, ya uşağın üstünə düşsə, bizə kim cavabdehliyi eləyəcəkdir? Mən yaşlı adamam. Mən neyləyə bilərəm ki, bu ağacı nədər mən kəstirə bilərəm? Gəlsinlər, kömək eləsinlər. Heç olmasa ağacın nə bilim budanmasına bizə köməklik göstərsinlər. Ağac çox təhlükəlidir. Hətta nəvələrim var. Bakıdan nəvələrim gəlir. İnanırsınız ki, bu yay bax bu ağacın dərdindən onlar qorxularından bura gəlmədilər. Qorxurlar uşaqlar. Külək əsəndə biz evdən çıxıb harasa getmək istəyirik. Xahiş eləyirəm, bizə aidiyyatı qurumlar bizə köməklik göstərsinlər, bu ağacla bağlı bir tədbir görsünlər.